Salam Qoşqar müəllim. Salam. Qoşqar müəllim, transfer prosesi nədir? Transfer proseslərinə hansı tələbələr müraciət edə bilər? Zəhmət olmasa bununla bağlı bizi ətraflı məlumatlandırardınız. Əlbəttə. Transfer prosesi belədir ki, siz əgər ixtisasınızdan narazısınızsa, öz ixtisasınızı dəyişə bilərsiniz, başqa ixtisas üzrə təhsil ala bilərsiniz. Lakin burada müxtəlif şərtlər vardır. Bu şərtlərdən biri odur ki, məsələn siz 350 bal toplamısınızsa, 350 bal və ondan aşağı ballı ixtisaslara keçid edə bilərsiniz və öz ixtisas qrupunuz üzrə. Məsələn, ikinci qrupda əgər 350 bal toplamısınızsa, həmin ikinci qrup ixtisasları üzrə deməli 350 baldan aşağı ixtisaslara müraciət edə bilərsiniz. Yox, əgər 3-cü qrupdasınızsa, yalnız 3-cü qrupdakı ixtisaslara keçid edə bilərsiniz. Yəni bu şəkildə başqa bir qrupa keçid eləmək olmur, lakin öz qrupunuz üzrə öz balınız və topladığınız bal və həmin baldan aşağı ixtisaslara keçid edə bilərsiniz. Qoşqar müəllim, o zaman səhv seçim əsasında, məsələn, pullu oxuyan tələbələr əgər balları çatırsa transfer əsasında dövlət sifarişli oxuya bilərlər. Əlbəttə, əlbəttə, bu da mümkündür. Eyni zamanda onu da deyim ki, bizə gələn çoxsaylı suallar arasında kəsri olan tələbələrlə bağlı da suallar verilir. Kəsri olan tələbələrə də deyim ki, kəsri olmağına baxmayaraq onlar da transfer prosesində iştirak edə bilərlər, yəni transfer oluna bilərlər. Müraciət etmək üçün Qoşqar müəllim, müraciət etmək üçün bizim deməli sosial media hesablarımızı izləmədə qaynaq xətt nömrələrimizlə əlaqə saxlaya bilərlər. Bəli, nömrələrimizlə də əlaqə saxlaya bilərlər. Səhifəmizi izləsinlər ki, mütəmadi olaraq paylaşımlarımızı görsünlər və proseslərdən geridə qalmasın. Təşəkkür edirik Qoşqar müəllim.